Ema xanım, yaxşı adamların bəxti gətirməyən gördük, pisləri isə xoşbəxt. Bu necə olur bəs? Biz pis insan deyə bilmərik. Öncədən deyim ki, hər baxışdan baxan nur Allahın zərrəsidir. Biz heç kimə pis deyə bilmərik. Sənin pis adlandırdığının yerində Allah səni də, məni də yarada bilərdi. Məsləhətinə şükür deyək, yaradana şükür. Bir cümlə var. Bu dünya iman əhli üçün bir cəhənnəm, bir həbsxana, imansızlar üçün bir behiş kimidir. Yəni Peyğəmbərin kəlamında aydın söylənilir. Bu belə qələmə gəlir. Amma bir şey də var da, bütün gizli sirlərin aşkar olacağı gün, əzəl gündən təyin edilmiş bir vaxtdır, Quran buyurur, o gün həqiqətən haqla batil ayırt ediləcəkdir. Biz yaşadığımız qiyamətdir, burada da bu qiyamətin içində də iman əhli əziyyət çəkməlidir, şükür məsləhətinə, Allaha xoş bizə qəbul, sevə-sevə, İmansızlar üçün bir behiş kimidir. Görürsünüz deputatı, ne deyir deputat o bir tikə qız, uşaq pulu, nə bilim, dədən işləyirsə dolana bilər. Acın deyir, toxun acdan nə xəbər belə bir məsəl var. Bunlar iman əhli deyil. Bunlar behişdə yaşayır. Başa düşdün, bu deputatlar ki bu qərar verir, bunlar imansız. Yaradan elə yaradı be, onlardan mənim işim yoxdur, qınaq deyil. Acı həqiqəti mən xırdalayıram. Mən də onun yerində yaransaydım, şükür yaradana, hər an öz yerində yaradıb, mən də onun yerində olsaydım, o sözü mən də deməliydim. Görürsün, mən burada yaradmışam, bu sözü mən deyirəm. Mənə bu deyilib, hökm edilib, ona da o hökm edilib. Başa düşdünüzmü? Görürsünüz, onlar xoşbəxtdirlər. Çünki onlar heç kimi qınamırlar. Qınaq ən böyük günahdır. Heç kimin qeybətini qınır. Onlar sadəcə yeyirlər. Xalqın haqqını yeyirlər. Başa düşdünmü? Görürsən, neçə min deputat pul alır. Mən alıram, tutarım ki, 400 manat. Onu da elə kommunalına verirəm. Sonra neyniyim? Acizəmsə, bu onlara dalan piçki. Onlar behişdə yaşayır, biz cəhənnəm. Onlar xoşbəxtdir, biz əziyyət çəkirik. Amma bu əziyyətin içərisində biz sevə-sevə bunu qəbul edirik. Məsləhətinə şükür, ya Rəbbim. Çünki onun sonunda cəza, əgər şükürdə qalarsansa, bunun sonunda mükafat var. Budur, açıqlaması. Burada fələk ədalətə tutubdur divan, bir gün zülmün evini də qoyacaq viran. Haqq ədalət dünyası qurulur. Onda görüm onlar necə xoşbəxt yaşayacaqlar. O, sənin nazirin, adi bir süpürgəçin eyni hüquqa sahib olacaq. Bunu İncil kitabının sinəsində çox aydın şəkildə izah edir. Bir hekayəsindən deyir ki, Allahın səxavəti bir bağbanın öz bağında işlətdiyi fəhlələri ki işlədir, bağ sahibinə bənzər. Budur, bağ sahibi tutalım ki, səhər saat 10 radələrində, 9 radələrində gedir meydana, oradan bir neçə fəhləni götürür, gətirir üzüm bağına, onlarla tutalım ki, günü bir 10 manata danışır ki, siz bu bağda işləyəcəksiniz. O bunu gün ortada edir, gün ortadan keçmiş də edir, axşam tərəfi də edir. Yəni, eyni hərəkəti gedir, işsiz adamları bağa yönəldir və hər birindən də 10 manata danışır ki, bu bağda işləyin. Bu lap axırıncı gələnlər biraz qahava qaralmağa dönən kimi bir-iki iş yarım saat işləməmiş, bağ sahibi deyir ki, quluna, göd onların hamısını çağır və hamısına 10 manatdan pullarını verir. Belə danışıb baxın. İndi bu bağ sahibi bunların 10 manatdan hər birinin səhər o başdan gələnin də, axşama doğru gələnin də pulunu 10 manatdan verəndə
o birinci gelenler çırnıyır. Ve söylənirlər ki, nətər olur deyir. Günün əziyyətini biz çəkdik, günün istisini biz daşıdıq. Yəni bu əziyyətin qabağında bağ sahibinə deyir ki, sən bizi onlarla eyni tərəziyə qoydun da, yəni bizə də 10 manat verdin, onlara da 10 manat verdin. Onda bağ sahibi onların birini çağırır, deyir, mən sənə bir ədalətsiz bir hərəkət etmirəm axı. Sən bu bağa gələndə mənimlə 10 manata danışmadın mı? Deyir, hə. Deyirsən, mənim cömərtliyimə şübhəm mi var? Mən ona da 10 manat verirəm. Sənə nə? Bax, belə də devrin sonu olacaqdır. Bir çoxları birinci, birincilər sonuncu olacaq. Yəni, sənin nazirin də düşüb, adi sıravi insan kimi maaş alacaq. Sıravi insan, bəlkə də süpürgəçinin maaşı sənin nazirindən artıq olacaq. Bütün gizli sirlərin Quran bunu belə açıqlayır. Aşkar olacağı gün əzəl gündən təyin edilmiş bir vaxtdır. O gün həqiqətən haqla batil ayırt ediləcəkdir. Haqla batil ayırt ediləcək. Yəni sənin o həddinə aşıb bu xalqın necə deyərlər hesabına, sərvətlərini mənimsəyib, özününki kimi, istədikləri kimi şeylənmək olmayacaq. Haqla batil ayırt ediləcək o gün. Bu haqda hər kəsə xəbər veriləcək, hər xəbərin öz vaxtı var. Bu xəbərin də bugün mən 2001-ci ildən yazıb oxuyub bu xəbərləri paylaya gəlmişəm, bura çıxmışam. Allahın lütfu ilə bunu siz biləcəksiniz, bax bilirsiniz, eşidirsiniz. Lakin o günün saatını bilinməyən gün. Bura qədər Quran deyir. Zəncirvari biri-birinə bağlı olan bu kitablar bir cümləsi də İncilin sinəsindən gəlir. O günün saatını Allah'tan başqa heç kim bilmir, mən də bilmirəm. Amma bunların hamısına son qoyulacağını bilirəm. Və İncildə yazılır. Dəvənin iynə deşiyindən keçməsi, bax bu deputat var idi, danışdı qız, hamı tənəyə qalxdı. Onu yaradana şükür, o şuurda, o əqidədə, o bilgidə, yaradan Allahın məsləhətinə şükür. Mən ona heç bir pis bir şey arzulamıram. Amma onların maaşları ki o qədərdir, onlar zəngindirlər, xoşbəxtdirlər. Bax, dəvənin iynə deşiyindən keçməsi bu deputatların, bu xalqın necə hissləri ilə oynayanların Allahın qəbuluna girməsindən asan olacaq. Dəvənin iynə deşiyindən keçməsi bu türlü deputatların, nazirlərin, nəzirləyənlərin Allahın qəbuluna girməsindən asan olacaq. Dəvə iynə deşiyindən keçəsi deyil, bu türlü insanları da Allah qəbul edəsi deyil. Dizin gələcəklər. Və sonra İsa'nın açıqlaması budur. Səfirə